Sevgi münasibətlərində dərin söhbətlər, karyera və işdə isə güclü qərarlar günüdür. 20 oktyabr tarixində göy üzündə Marsla Merkür Əqrəb bürcünə qovuşma açısı gerçəkləşdirdiyi üçün bugün mövcud olan sevgi münasibətinizdə tutqulu, dürüst və dərin söhbətlər gündəminizə gələ bilər. Gizlənən duyğular ortaya çıxa bilər. Üzləşmələr bugün yaşaya bilərsiniz. Sevgi münasibətinizdə sevgilinizlə və həyat yoldaşınızla ünsiyyət zamanı bir şeyləri aydınlaşdırmaq istəyə bilərsiniz, bir şeylər netləşdirmək istəyə bilərsiniz. Bugün yeni maliyyə fürsətləri, eyni zamanda maliyyə investisiyaları, ortaq maliyyə resursları ilə əlaqəli mövzular ön plana çıxa bilər və bir tərəfdən də karyera və iş həyatınızda strateji düşünmə, planlama və marketinq mövzularında yeni uğurlar, yeni nailiyyətlər əldə edə bilərsiniz və çalışdığınız rəqabətçi iş mühitində, xüsusilə də analiz, satış, riskin idarə edilməsi, psixologiya və maliyyə mövzularında üstün performans sərgiləyə bilərsiniz bugün və çalışdığınız iş mühitində, çalışdığınız iş ortamında, iş yoldaşlarınızla aranızda bugün biraz fikir ayrılıqları, ünsiyyətdə anlaşılmazlıqlar yaşaya bilərsiniz. Diqqətli olmağa çalışın. Qərar alma cəsarətiniz bugün çox yüksək olacaq. Tamamlanmayan və yarımçıq qalmış işlər bugün sürətlə həll oluna bilər. Miras, kredit və borc mövzularında vacib danışıqlar edilə bilər bugün və zehni enerjiniz çox yüksək olacaq. Sürətli düşünə bilərsiniz, kəskin analizlər edə bilərsiniz və ən əsası da bugün manipulativ ünsiyyətdən uzaq olmağa çalışın.